sədəqə çıxarda bir söz bu ayda sədəqə çıxardın. Hər günü sədəqə çıxardın. Az da olsa çıxardın. Yəni çox olan çox çıxartsın. Sədəqə çıxardın. Mütləq və mütləq. Hədis budur Peyğəmbərimizdən. Bir insan isə əstəğfirullahəl-ləzi la ilahe illa huve vahdehu la şerike leh ve etubu ileyh. Bax bu zikridirsə bir insan, Allahım səndən bağışlanmaq istəyirəm, səhv eləmişəm, sənin şərikin yoxdur, tövbə eləyirəm. Sonra sədəqə ilə sonlandırsa, Allah 100 şəhidin savabını verər ona. Allah 100 şəhidin savabı verər. Əlbəttə şəhidlərin də şəhidlər üçün dərəcələri var. Orada yüksəyi var, aşağısı. Hər halda hədis budur. 100 şəhidin savabını verər. İşte bu ayda ölsə, Allah ömrü versin, yaşayasınız. İndi gəldi də Həzrəti Əzrail apardı. Mən ona desəm ki, aparmalıyam. Sənin istəyimlə deyil. İstəyimizlə dünyaya gəlməmişik ki, istəyimizlə də yaşayaq. Elə apardı. İşte birdən Rəcəb ayında götürdü, apardı. Allah deyər, mən bundan razıyam. Da bundan hesab kitab bağlandı. Bu Rəcəb ayında oruç ibadət edib. Və bu zikri eləyib. Bu zikri və sədəqə çıxardırmış.